Deməli dostlar, Buxarada 3 dənə bax belə qapı var. Qarşıda gördüyünüz. Qapılar qədimdə hərəsi bir funksiyası, bir yer olub. Biri papaqçılıq olub, papaq düzəldiblər orada ancaq. Biri zərgərlik, birində də pul. Buxara axşama belə olur. Sağ olun Azərbaycan. Maqsud sağ olun. Təşəkkür. Buxaradan Ələngəli salam. Bu da qaldığım hostelin sahibidir. Əsli Buxara axşama belə möhtəşəm olur. Qapının da biri tam o biri tərəfdə qaldı, ikinci qapı. Biri də şəhərin başqa hissəsindədir. Buxara ümumiyyətlə çox qədim şəhərdir. Yəni burada gün-gündən qazıntılar, təzə qazıntılar gedir, təzə şeylər çıxır. Sadəcə möhtəşəmdir həqiqətən Buxara. Səmərqənd bu qədər qədim deyildir. İşte kiramız, işində. Bu ikinci qapıda, hə? Üçüncü qapıda. Üçüncü. 3 belə qapı var Buxara şəhərində. Burada zargarlar, burada zargar bölən, burada zargar. Bura zərgərlik, biri papaqçılıq, Biri valyuta almışdır. biri də pul, hə, birində də pul. Pul almışdır. Pul dəyişirlər vaxtında. Mana bu küçə Hə, zargarlar. zərgər ölkəsi. Vaxtında, yəni 500-lər əvvəl, 500-600-lər əvvəl, yəni burada vaxtında belə şey. Mana dükkan. Hə, bu da zərgər Burada dükanı. zargarlar. Burada zargar dükkan.